Hə, köhnələr. 2011-ci il idi, bu maşını təzə götürmüşdüm. Maşını da götürəndə neynirlər? Birinci aparırlar usta yanına. Bir məsləhət gördülər məni ki, bir nəfər var. Yəni Pajera'nın həm atasıdır, həm anasıdır, həm babasıdır, həm də nənəsidir. Adı da Zaur Kazımov, özü köhnələrdəndir. O zaman Babəkdə bir maşın sexi var idi, yəni ki, profilaktorisi orada çalışırdı. Neyse gəldim həmin sexə, girmişəm içəri profilaktoriya, soruşum Zaur burada kimdir? Biri çıxdı qabağımda ki, mənəm Zaur. Mən dedim, qaqaş, pes bu maşını təzə götürmüşəm, bir dənə baxaydın, görəydin, nə var, nə yox burada. Qaqaş qaldırdı maşını qaldırana, nə bilim, saldı aşağı, girdi altına, çıxdı qırağından, böyründən, daldan girdi qabaqdan, çıxdı, qabaqdan girdi, daldan çıxdı. Bir də görəm mənə bu boyda bir dənə bir siyahı yazıbdı. Baxıram siyahıya. Gözlərimə inana bilmirəm də. Yəni, inandırım siz təzə maşındır da, belə baxanda 2008-in maşını 2011-də alınma, bu uzunluğunda siyahı. Yəni, mən görürsən, nə üçün bunu o qədər şey almalıyam? Neysə, hələ o siyahıya baxa, bir də gördüm qıraqdan kimsə kimisə çağırır Zaur. Gördüm adı bir dənə, sən demə burada başqa Zaur da var. Bir dəqiqə deyən. Yaxınlaşdım o burası Zaura. Qaqaş, sənin adın Zaurdur Zaur. Mənə flankes tapşırıb sənin yanına göndərib. Ha, buyur qardaş, buyur. Bu da həmin şey elədi. Yəni maşını qaldırdı, saldı, orasına baxdı, burasına baxdı. Deyir mənə, sağlıqlı qismət, heç nə. Deyirəm, yəni heç nə necə? Heç nə yoxdur. Deyir də heç nə yoxdur da sür maşına get. Maşın qədəcər maşındır. Heç nə lazımdır. İndi yəni sözüm ondadır ki, baxın da, iki Zaur. Biri haram, ikincisi halal. Yəni insanlarda. Bir Zaur artıq mənə bu maşını o qədər zapças aldırırdı ki, hansını ki, nə bilim, heç vəqt köhnə maşını almırlar. Bu ikincisi isə tamam başqa bir şey dedi. Sözü gəlmişkən, həmən o Zaurla uzun illər ondan sonra biz dostlaşdıq da, hələ günün bugünə kimi də dostluq. Hal-hazırda həmən o Zaur burada yuxarıda maşın bazarı var, Batandatda olan maşın bazarı. Orada Toyota servisdə çalışır. Yəni doğrudan da öz işinin sənətkarıdır, sertifikatlaşdırılmış bir səviyyəli bir ustadır, ən əsas da halal adamdır. İndi də bu dəqiqə, indi maşını xotlayıb gedirəm onun yanına, maşının altında bir ses var. Görə indi bu nə məsələdir? Dediyim kimi artıq buradayım. Servisin adı adlanır Avtoservis Badamdar, yerləşir maşın bazarının içində, keçmiş Toyota servis. Bax, hələ necə dedim ha, yəni elə ustadır Zaur ki, ehtiyac yoxdur da, yəni maşını heç ora qaldırmağa, bax, yuxarı heç qaldırmamış da, sürə-sürə bu adam diaqnosunu qoydu. Amma biraz elə bir adamdır ki, xoşlamır da medialığı da, yəni ki, onu çəksinlər, göstərsinlər. Onu da deyim sizə ki, əgər Azərbaycanda, Bakıda mexanik kinosuna baxmısınız da, çox güman ki, Jason Statham'ı görmək istəyirsinizsə, yəni bax, demək olar ki, birə-bir ona oxşayır da, həm qabiliyyət üzrə, həm də ki, xarici görünüş üzrə. Amma fikrimiz başqa şeyə getməsin, adam öldürən zat deyil, köhnələrdəndir. Bu qədər, qəlbdən qəlbə. Maşın əsas öz həllini tapdı, özü də o dəqiqə.